Gəl bir dənə qəşəng sənə bağ evi çəkib görsədim. Buzovna ərazisi Ayda Parkı keçəndən sonra. Mərkəzi yola, Hamvuzlusu yola. Nə qədər olar o məsafə? Hörmətli izləyicilər, bağ evimizin bir dənə fasadı yoxdur. İndi elə bilərsiniz ki, bir dənə fasadı yox. Evin içi muzey. Muzeydən əlavə 257 kvadrat, 5 sotun içinə, həyətinə 8 dənə maşın yerləşmək imkanı var. Bir dənə giriş qapısını görsət. Deməli, evimiz hamısı həyəti bazası, hamısı müşahidə kamerasıdır. Evin içi deyirəm sizə super təmirlidir ya. Özdə evimiz əşyalı satılır, hörmətli izləyicilər. Şəxsi özü üçün tikilməkdir. Yəni makler evidir. Satmaq məqsədi ilə tikilmir. Kürsüsünə baxma. Monolitli evdir, beton monolit. Hə, baseyni yoxdur. Razıyam. Burada əkin üçün belə yer. Sənədimiz tam kupçap, tam mülkiyyət, ipotekaya yararlı. Qiyməti 258.000 cüzə indirim olacaq. Bax, balaca. Gəl. Bütün kamera sistemi, evimizin böyük hissəsi, qazanxanadır. İsitmə sistemi kombidir. Deməli, boy, gəl bura bir dənə. Biz düşməyəcəyik. Yəni, mən bir dənə sizə burada belə bir şey göstərəcəm ki, görün nə boyda zirzəmisi var. Bax. Bax, mən rahat yanır. Boy. Gəl. Kim alsa Allah xeyir versin. 258.000 tam mülkiyyət, paket kupça. İpotekaya yararlı. Ayda Parkı keçəndən sonra. Znak var orada, işarə, alballıq. Dönürsünüz o əraziyə. Yoldakı küçəsini gördünüz də yanır. Super, əla, asfalt. Gəl. Hə? Biləkəni də betondur. Bura terasdır. Bura da istipoldur. Buranı cam balkonla belə bağlaya bilərsiniz, istəsəniz. Bura mətbəxidir, mətbəxdən də çıxmaq olur. Bu da əsas girişidir. Evdəki tam əşyalı. Gir qardaş, gir çək. Tam təmirli. Keramika, qranit olan hissələr hamısı istipoldur. Belə massivli qapı. Şkaf çıxsat, belə hər şey. Bir dənə mətbəxinə baxaq, bir dənə mətbəxinə. Hə, gəl. Gəl bir dənə qonaq otağına baxaq. Bura qonaq otağıdır. Gördüyünüz əşyalar təbii ki qalacaq. Bu lüstrə 1800-2000 manata yaxın pul verilib. Split kondisioner. Mətbəxin axırda baxacaq. 3 dənə yataq otağı. Bura sanuzeldir. Duş kabinli. Bura uşaq yataq otağıdır. Bax, buralar da mərmərdir. Padakonik. Yəni, bəyəni düyməsini basın. Bu ikinci uşaq yataq otağıdır. Çox səliqəli təmir olunub. Özü üçün tikilmə ev istəyənlər buyurun. Çox istəyirsiniz. Makler evi olmasın. Bu da sizə özünə tikilmə. Bu da spalni, radiatelski, valideyn yataq otağı. İndi mən sizə mətbəx hissəsini göstərəcəm. Gəl. Gəl bura, bir dənə mətbəxini də çəkəyə göstərək. Bu da xanımların ən sevimli otağı mətbəxi. Mətbəxi də ki, həddindən artıq geniş. Bu da bax, monitordan bütün həyət izlənilir. Mebel paşiti demək olar ki, təzə kimidir. Buradan da ki, bax, həmən terasa çıxış, orada ki, stipoldur, qapı var burada. Qiymətini dedim, zəng eləyin, kim alsa Allah xeyir versin. Sağ olun, minnətlər.